Gəlin bu sualın izahına baxaq. Bu sualı biz necə edirik? Bu sualı biz saz sistemləri vasitəsilə həll edəcəyik. Gəlin başlayaq. Deməli, ilk öncə nə etməliyik? Şərtə nəzər yetirsək, şərtdə bizə 4 dənə hərf verilib və bu hərflərdən 5 hərfli sözlər yaradılıb, əlifba sırasıyla təbii ki. Biz indi buna əsasən siyahıdan 150-ci yerdə olan sözü tapmalıyıq. Bunu necə eləyəcəyik? İlk öncə hardan başlamalıyıq? Biz bu bizə verilən hərfləri bilirsiniz ki, bunlar artıq onsuz da əlifba sırasıyla düzülüb. A, K, R, U əlifba sırasıyla düzülüb. Deməli, biz bunları sıfırdan başlayaraq rəqəmlərlə ifadə edəcəyik. 0, 1, 2, 3. Yəni biz A-nı sıfırdan ifadə elədik, əlifba sırası olduğu üçün ondan sonrakiləri da eyni şəkildə davam elədik. Deməli, biz bilirik ki, bu hansı saz sistemi olacaq? Dördlük saz sistemi. Bunu nəyə əsasən bildik? Bilirsiniz ki, hər saz sistemində özü daxil olunmur, özünə qədər olan rəqəmlər götürülür. Burada da görürsünüz 4 yoxdur, 3-ə qədərdir. Deməli, bu dördlük saz sistemi sayılır. Əla, daha sonra keçək birinciyə. Baxın, burada bizə 5 dənə A verib. A 0 ifadə edir. Bilirik ki, burada biz işarə elədik, qeyd etdik. Deməli 5 dənə sıfırımız olacaq. Birinci sırada 5 dənə sıfır. Bu nə deməkdir? Elə sıfır deməkdir. Sadəcə sıfırlar 5 hərflə ifadə olunur. Amma bu mahiyyətini dəyişmir, yenə də bu sıfır deməkdir. Deməli, əgər birinci sırada sıfırdırsa, ikinci sırada əgər, baxın, 4 dənə sıfır, bir dənə K. K nədir? 1. İkinci sırada 1 oldu. Üçüncü sırada artıq nə olur? 2 olur. Deməli, hər sıranı ifadə edən rəqəm bizi buradakı hərflərin ifadə etdiyi rəqəmlərdən bir vahid çoxdur. Deməli, onda 157-ci sırada hansı rəqəm durmalıdır? 149 rəqəmi. Biri çıxırıq və 149 rəqəmini əldə edirik. Daha sonra nə edəcəyik? İndi biz bu 149 ədədinin hansı hərfləri ifadə edildiyini tapmalıyıq. Bunu necə tapacağıq? Fikir versəz əgər biz neynədik? Bunu biz çevirdik, sıfırlarla ifadə elədik, rəqəmlərə çevirdik. Bunu necə eləyəcəyik? Yaxşı. Biz dedik ki, bu dördlük saz sistemidir, elə deyil. Deməli, onda bu ədədi dördlük saz sisteminə çevirsək, biz nəticəni əldə edə bilərik. O zaman başlayaq dördlük saz sisteminə çevirməyə. Dördlük saz sisteminə çevirəndə necə edirdik? 4-ə bölə-bölə davam edirik. Nə zamana qədər ki, nəticəmiz 4-dən aşağı olsun. Deməli, 149-u 4-ə böləndə 37 olacaq. Burada bir dəfəlik yazıram, qalığı ilə bir qalıq düşəcək. Daha sonra 37-ni biz 4-ə bölməliyik. 36 olur. 9 dəfə 4-ümüz, qalığımız da 1 olur. Daha sonra 9-u 4-ə bölürük. 9-un içində 4 2 dəfədir, bilirik ki. Nəticə 8 və qalığımız 2. Dedik ki, saz sistemində sağdan sola doğru düzülmə baş verir. Necə eləyəcək? 2, 1, 1 və 1. Amma bizə yadınızdasa şərtdə burada baxın 5 hərfli deyir. Amma bizim nəticəmiz 4 hərfli oldu. Onda nə eləyəcəyik? Qabağına bir sıfır atacağıq. Deməli, nə edirik? Bu aldığımız nəticəyə əsasən bu kodlardan istifadə edərək hərflər düzməliyik. Bundan sonrası rahatdır. 0 nə idi bizdə? A idi. Deməli, A ilə başlayacaq. C variantımız getdi. 2 nədir? R olduğu üçün, deməli, ikinci sırada R olacaq. Görürsünüz, D-də K-dır, Y-də də K-dır. Deməli, cavabımız ya A-dır, ya B. Sonra tapırıq 1-i, baxırıq ki, 1 K-dır
və bizim 3 dənə birimiz var. Deməli, 3 dənə K-mız olmalıdır. Cavab B variantı.